Salam müəllimlər, sınaq 9-a baxırıq. Birinci sual. Düzgün fikirləri müəyyən edin. Fiziki xəritələrdə relyef profili izohips və izopatlara əsasən tərtib edilir. Bilirik ki, quru sahələri üçün quru sahədə yüksəkliklər izohipsdir, su hövzələrinin dibi üçün izopatlar uyğundur, əsas götürülür. Ona görə də biri doğru götürməliyik. Yəni fiziki xəritələrdə relyef profili həm izohipslərə, həm də izopatlara əsasən tərtib edilir. Bir doğrudur. Daha sonra kartometrik təhlil metodu ilə təbii zonaların yayılma arealının sahəsini hesablamaq mümkündür. Bu ifadə də doğrudur. Kartometrik təhlildə bilirsiniz, hündürlük, uzunluq, sahənin ölçülməsi var və təbii ki, təbii zonaların yayılma arealının sahəsini də hesablamaq mümkün olacaq. 3. Yarımkürələrin fiziki xəritəsində hipsometrik şkalanın ölçüsü batiqrafik şkalasının ölçüsündən daha böyükdür. Hipsometrik bayaq da dedim, yüksəklikdir. Ən hündür 8848 metrdir yer kürəsində. Batiqrafik də dərinlik də 11022 metr Marian çökəkliyidir. İndi görün hansı daha ölçüsü çox oldu. Təbii ki, batiqrafik. Amma burada deyir hipsometrik şkalanın ölçüsü batiqrafikdən daha böyükdür, daha çoxdur. Ona görə 3 yanlış olacaq. Daha sonra 4. Ümumi coğrafi xəritələrdən ən çox şərti işarələrə malik olan xəritələr topoqrafik xəritələrdir. Topoqrafik xəritələr daha çox təfərrüatlı ərazi təsvir olunduğu üçün şərti işarələrdən də daha çox istifadə olunacaq. Bu ifadə də doğru olacaq. Yəni 1, 2, 4 sualımızın doğru cavabıdır. 5-ə baxırıq. Yaşıl rəng fiziki və topoqrafik xəritələrdə eyni komponenti göstərir. Bilirik ki, yaşıl rəng fiziki xəritələri ovalıqları bildirdiyi halda planda məsələn bitki örtüyünü bildirəcək. Yəni fərqlidir. 6. Sinoptik xəritələr məzmununa görə tematik xəritələr qrupuna aiddir. Xeyr, tematik deyil də kompleks xəritələr olmalıdır. İkinci suala baxırıq. Həqiqi sahəsi 122.880 kvadrat kilometr olan bataqlığın xəritədəki sahəsi 30 sm kvadrat, bataqlığın şimal hissəsi ilə cənub hissəsi arasındakı məsafənin xəritə üzərində 4,27 sm olduğunu nəzərə alsaq, bu məsafəni yer kürəsi öz xəyali oxu ətrafında 40 dərəcə şimal paraleli üzrə neçə dəqiqəyə qət edər? Miqyası tapmaq üçün həqiqi sahəni verib, bir də xəritə. Təbii ki, həqiqi sahəni xəritəyə bölərik, amma bu sahə olduğuna görə miqyas bərabərdir kökün altında olmalıdır. 122.880-i bölməliyik 30-a. Kök altında 4096 alınır. 4096'dan da kök çıxır 64. Daha sonra 64'ü biz vurmalıyıq. Yəni tapdığımız miqyasdır. Və bataqlığın şimal hissəsi ilə cənub hissəsi arasında məsafə xəritə üzərində 4,27-dir. Təzədən yenə 64'ü biz 4,27-yə vururuq, tapırıq 273,28. Düzdürmü? Və bu 40 dərəcə paralel üzrə deyirsə, təbii ki, bu rəqəmi biz 85,4-ə bölməliyik. Bölək. Mən burada bölürəm. 2703,28-i 85,4-ə bölsək, alacağıq 3,2. Düzdürmü? Bizdən dəqiqəyə deyirsə qət edər, biz bunu 4-ə vurmalıyıq. 4-ə vuranda da 12,8 tapmış oluruq. 3-ə baxırıq. Günəş 20 dərəcə şərq uzunluğu ilə və ekvator xəttinin kəsişmə nöqtəsində zenitdədir. Bu zaman ekvator çevrəsi ilə hansı meridianların kəsişmə nöqtəsində kölgənin uzunluğunun cismin uzunluğuna bərabər olar? Demək, burada biz qeyd edirik 20 dərəcə şərq uzunluğu, bu da ekvator, bunun kəsişmə nöqtəsi. Düzdürmü? Bilirik ki, bərabər olması üçün də günəş şüaları 45 dərəcə bucaq altına düşməlidir. 20 dərəcə şərq uzunluğundan qərbə getsək və şərqə getsək, həm qərbə, həm şərqə getsək 45 dərəcə. Burada olacaq 65 dərəcə şərq uzunluğu, burada da olacaq 25 dərəcə qərb uzunluğu. Cavab A variantı. Növbəti sual. Yerin xəyali oxu ətrafında orta fırlanma sürətləri 573 və 1281 km/saat olan paralel çevrələri arasında qalan ən qısa məsafə xəritə üzərində 13,32 sm olarsa, bu xəritənin miqyasını tapın. Demək, burada 1281-dən, burada bilirsiniz 40 dərəcə paralelin aiddir 1281. 85,4'ü siz 15'ə vursanız 1285 taparsınız. Yəni 1 dərəcəlik 40 dərəcə paraleldə 1 dərəcəlik göğsünün uzunluğunu 15'ə vuranda tapırsınız fırlanma sürətini.
Demək 1281-i biz 15-ə bölsək, alarıq 85,4, o da 40 dərəcə paralelin qiymətidir. 573-ü də biz 15-ə bölsək, alarıq 38,2, o da 70 dərəcə paralelin qiymətidir. Paralelləri artıq tapdıq biz. Və nə edəcəyik? 70, 40 aralarında fərq 30 dərəcədir. Onu 111-ə vursaq olacaq 3330 və bölməliyik nəyə? Xəritə üzərində məsafəyə. 13,32-yə. Və buradan artıq biz cavabı taparıq. 250 edəcək. 5 sıfır da əlavə etsək, daha doğrusu 250, 5 sıfır əlavə etsək, bəli, B variantı olacaq. 5-ə baxırıq. Eyjafjallajökull və Apo vulkanlarının yerləşdikləri ölkələrə aid olan oxşar xüsusiyyətləri müəyyən edin. Eyjafjallajökull İslandiya, Apo isə Filippinə aid vulkandır. 1. Unitar inzibati ərazi quruluşuna malikdir. Təbii ki, İslandiya və Filippin hər ikisi unitardır, yəni federativ deyil. Bizə də oxşar xüsusiyyət lazımdır. Biri götürərik. Əhalinin ümumi sayı 100 milyon nəfərdən azdır. Bunu İslandiya üçün deyə bilmərik. Adada və ya arxipelagda yerləşirlər. Doğrudur. Əraziləri bir iqlim qurşağında yerləşir. Bilirik ki, Filippin həm ekvatorial, həm subekvatorial iqlim qurşağında, İslandiya isə tamamilə subarktikdə yerləşir. Bu da aid olmayacaq. Yəni bir iqlim qurşağı deyil. Sahillərini 2 okean suları yuyur. Bu yanlış ifadədir. Filippin sakit okeanda olacaq. Hind okeanına çıxışları mövcud deyil. Bəli, nə İslandiyanın, nə də Filippinin Hind okeanının çıxışı yoxdur. D variantı sualımızın doğru cavabıdır. Eyler-Venn diaqramına Alp dağları, Ant dağları, Qafqaz dağları verilib. Birə baxırıq. Şaquli basdırılmış cisimlərin kölgəsi il boyu günorta vaxtlarında bütün istiqamətlərə düşə bilər. Əgər məntəqə tropiklər arasında yerləşirsə, bütün istiqamətlərə düşə bilər. Yəni günəşi il ərzində həm özündən şimalda, həm də cənubda görə bilər. Bu ifadə Ant dağlarına aiddir. Daha sonra, yəni 2-yə 1 olacaq. Ərazisindən axan çaylar daha çox dənizə tökülür. Təbii ki, Alp dağlarından başlayan çaylar, yəni çayların bir neçəsi dənizə töküləcək. Ona görə də 2-yə, yəni aid edirik, yazırıq Alp dağlarına. Roman dil qrupuna mənsub xalqlar yaşayır. Roman dil qrupuna məxsus xalqlar həm Alp dağlarında, həm də Ant dağlarında olacaq. Yəni Alp və Ant dağlarının ortaq xüsusiyyəti olacaq 3-ə 3. Geotermik pillə kiçikdir. Cavan seismik dağlarda geotermik pillə kiçik olur. Və hər üçündə geotermik pillə kiçik olacaq. Yəni 3 dağın ortaq xüsusiyyəti. 5-ə aid olacaq 4. Yerləşdiyi ərazidə monarxiya idarə etmə formasına malik olan ölkə mövcud deyil. Nə Qafqaz dağları, nə də Ant dağlarında, Cənubi Amerikada monarxiya yoxdur. Yəni bu dağlarda monarxiya idarə etmə quruluşuna malik ölkə mövcud deyil. Amma Alp dağlarında ola bilər. Ona görə də biz Ant dağları və Qafqaz dağlarının ortaq xüsusiyyəti olan 4 rəqəminə aid etməliyik 5-i. Və qruplaşdıranda biz bu sualın doğru cavabının A variantı olduğunu görmüş oluruq. 7. Kanyonlarla bağlı olan doğru fikirləri müəyyən edin. A arasında formalaşmışdır. Kanyonlar bilirsiniz eksogen relyef formasıdır. Ən böyük kanyonlar da Colorado və Kolumbiya çaylarında olub. Böyük kanyon Colorado çayına aiddir. Və Azərbaycanda da Böyük Qafqazın şimal-şərq çayları kanyonvari dərələr yaradır. Və kanyon bilirik ki, ay arasında endogen proseslər, əsasən vulkanlar, meteoroidlər daha çox olur. Yəni bu kanyonları biz ay arasına heç cürə aid edə bilmərik. Yəni bu yanlış fikirdir, amma bizdən doğru fikirləri soruşur. Kars prosesləri nəticəsində formalaşır. Kars proseslərinin formalaşması əsasən bu mağaralara uyğun gəlir, düzdürmü? Kanyonların formalaşması üçün çay şəbəkəsi olmalıdır və çay eroziyasının məhsulu sayılır. Çaylar suları yarıb keçərək dik yamaclı dərin dərələr yaradır. Ona deyilir kanyonlar. Kanyonvari dərələr məsələn. Ona görə də biz 2-ni də yanlış götürməliyik. Variantlardan biri, 2-ni çıxsaq, artıq variant bəllidir hansıdır. Amma digərlərini oxumalıyıq. Relyefin yaşını öyrənmək üçün əlverişlidir. Təbii ki, bunu doğru götürəcəyik. Rekreasiya imkanları var. Turistlər məsələn Böyük kanyon Colorado çayında görməyə gedirlər. Daha sonra yalnız cavan dağlara rast gəlinir ifadəsi yanlış olar.
Daha sonra respublikamızda bu tip relief formasına rast gəlinir. Bəli, bayaq da qeyd etdiyim kimi Böyük Qafqazın şimal-şərq çayları olacaq. 3, 4, 6 sualın doğru cavabı. 8. Azərbaycan Respublikası ərazisində mövcud olan filiz və qeyri-filiz mənşəli faydalı qazıntı yataqlarını müvafiq olaraq qruplaşdırın. Gəlin qruplaşdıraq. İpək yatağı bilirsiniz Laçındadır. Xromit yatağıdır. Bu olacaq filiz. Sonra Hamançay. Hamançay, Dəmiroğlu, Daşkəsən, Dəmir filiz yatağıdır. Daşkəsəndə filizdir. Çıraqdərə, Toğanalı bunlar kükür yatağıdır. Qeyri-filiz olacaq. Göydərə, İpək dedik xromitdir. Bunlar filizdir. Göydərə, Kəlbəcərdə xromit yatağıdır. İpək isə Laçında xromit yatağı olacaq. 5. Başqışlaq. Bu barit yatağıdır. Bunu biz qeyri-filiz götürməliyik. Daha sonra Kastaq filizdir. Balakən, Zaqatala tərəfdə polimetal yatağıdır. Onu biz filiz götürməliyik. Artıq sualımızın doğru cavabını biz görürük. Filizlər deyərkən 1, 2, 4, 6. Bu da Y variantında olacaq. Digərləri məsələn Hacıvəlli, Hökməli, Kıvars qumlarıdır. Abşeronda şüşə istehsalı üçün. Ağdağda qeyri-filizdir. Tovuzda seolit gili olacaq. İstər Qazaxda olan bentonit gili də qeyri-filiz sayılır. Tovuzda olan Ağdağ da həmçinin qeyri-filizdir. 9-a baxırıq. A nöqtəsində atmosfer təzyiqi 370 mm civə sütununa bərabərdir. Bu nöqtənin yerləşdiyi mütləq hündürlüyə hansı yaylalarda rast gəlinə bilməz? Gəlin çıxaq 760-dan 370-ə çıxanda biz tapırıq 390 mm civə sütunu. Düzdürmü? Biz onu hündürlüyə çevirəndə 3900 eləyəcək. İndi isə keçək variantlara. Meksika yaylası, yəni 3900 metr mütləq hündürlük hansı yaylada rast gəlinə bilməz? Məsələn, Meksikada 5636-dır rast gəlinə bilər Orizaba vulkanı. Efiopiya 4620 metr rast gəlinə bilər. Bunu çıxarıq. B variantında Gviana, Roraima dağıdır 2995 olmalıdır, səhv etmirəmsə. Bir də Dekan yaylası da Anamudi 2695 olacaq. Yəni burada rast gəlinə bilməz. Özünüz görürsünüz ki 3900-dən aşağıda yerləşir. B variantı bu sualın doğru cavabıdır. Digərlərinə də baxaq. Anadolu yaylası bilirsiniz 5165, Braziliyada olacaq 2890. Məsələn, burada rast gəlinə bilməz, amma burada olacaq deyə bunu götürmürük. D variantında İran olacaq 5604. Şərqi Afrika 5895. Kilimanjaro burada hər ikisində rast gəlinə bilər 3900 metr hündürlüyə. Y variantında Tibeti bilirsiniz 7000-dən yuxarıdır. Böyük Hövzə də olacaq 4344. Burada rast gəlinə bilər. Uiler zirvəsi sualımızın doğru cavabı B variantı olacaq. İndi keçirik 10-cu suala baxırıq. Xəritə sxemə əsasən doğru fikirləri müəyyən edin. Baxaq, birinci məntəqədə irriqasiya eroziyası mövcuddur. Birinci məntəqə hardadır? Burada təbii ki, Kürəraz ovalığında irriqasiya, yəni suvarmə əkinçiliyi daha çox üstün olacaq. Ümumiyyətlə, quraq ərazilərdə irriqasiya üstün olur. Daha sonra ikinci məntəqədə sazə və brekçilərə rast gəlinə bilər. Yəni burada. Təbii ki, Qobustanda, Cənub-Şərqi Şirvan düzündə biz palçı vulkanlarını görə bilərik həmçinin. 3-də, yəni burada biz 1-i 2-ni doğru götürməliyik. 1-2 bizdən də doğru fikirləri istəyir. 1-2 olmayanları çıxaq. Demək olar ki 2 variantı çıxdıq. 3-cü məntəqədə, yəni burada deyir ki 22 iyunda gündüzün uzunluğu digər məntəqələrdən daha uzundur. Ümumiyyətlə 22 iyunda ən uzun gündüzlər bilirsiniz də, yəni daha şimalda olacaq. Məsələn, ən şimalda yerləşən məntəqəni götürmək lazımdır. Gündüzlər olur. Cənub yarımkürəsində 22 iyunda isə qütb gecələri olar. 3-cü məntəqə 4-dən yuxarıdır, digərlərindən də aşağıdadır. Yəni ona görə biz bunu götürə bilmərik. 3 yanlışdır. 4-cü məntəqədə yay otlaqları mövcuddur. 4-cü məntəqədə. Burada yəni. Təbii ki, Ceyran çöldə yay otlağı deyil də qış otlağı olmalıdır. Yanlış olacaq. 5-ə baxırıq. 5-ci məntəqədə fəal temperaturların cəmi 1000 dərəcədən yuxarı olar. Bu axı dağlıq yerdir, yüksək dağlıq dağ tundradır. Orada 1000 dərəcədən necə yuxarı olar? 5-də yanlışdır. 6-cı məntəqədə vulkanik mənşəli sulara rast gəlinir. Təbii ki, Talış dağlarında vulkanik mənşəli, paleogen mənşəli vulkanik sular üstünlük təşkil edir. Burada 1, 2, 6 sualın doğru cavabıdır. C variantı. 11-ə baxırıq. Diaqramda verilmiş yanvar və iyul aylarının orta temperaturuna əsasən hansı fikirləri söyləmək olmaz? Baxaq.
Birinci məntəqədə buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq digər məntəqələrdəki fərqdən daha kiçikdir. Ümumiyyətlə temperatur amplitudu nə qədər çox olarsa fərq o qədər də böyük olur. Yanvar burada birinci məntəqədə 5 dərəcə, iyul isə 25 dərəcə. Gördüyünüz kimi fərq daha böyükdür. Amma burada deyir fərq kiçikdir. Ona görə biz biri yanlış götürəcək, amma bizə deyir ki, elə yanlışları istəyir. Ona görə 1 olacaq. Daha sonra 5-ci məntəqədə orta illik buludluq səviyyəsi digər məntəqələrdən daha yüksəkdir. Yəni burada. Fərq azdır. Ona görə burada buludluq çox olacaq. Yəni 2 doğru ifadədir. Bizə yanlışlar lazımdır. Bütün məntəqələrdə fəal temperaturlar əkinçilik üçün yararlıdır. Təbii ki, burada mənfi temperatur yoxdur heç bir məntəqədə və əkinçilik üçün yararlı olacaq. 3 də doğrudur, 4-ə baxırıq. Yəni 2 ilə 3 variantları çıxsaq, artıq sualın doğru cavabını görəcəksiniz. Sonra bu məntəqələrdən biri mülayim kontinental iqlim tipinə uyğundur. Mülayim kontinentalda ən azı temperatur qışda -5, -10 dərəcə olmalıdır. Burada mənfi temperatur görmürük. Ona görə də yəni müsbətdir də yanvar ayının temperaturu burada -5 dərəcə göstərib. Ona görə də biz mülayim kontinentalı görə bilmərik. Elə yanlış olacaq 4. 5-ə baxaq düz radiasiya kəmiyyətinin ən böyük olduğu məntəqə 4-cü məntəqədir. Yəni bu məntəqədə düz radiasiya ən çoxdur. Buludluğun ən az olduğu məntəqə 1-ci məntəqədir. 1-ci məntəqədə də düz radiasiya ən böyük olacaq. Yəni bu yanlışdır. 6. Ən kiçik orta illik temperatur amplitudu 5-ci məntəqədir. Ən kiçik gördüyünüz kimi 15-dir, bu 18-dir. Düzdürmü? 15-dən 18 çıxanda 3 dərəcə. Ən az fərq yəni 5-ci məntəqədədir. Ona görə də altını doğru götürürük. D variantı sualın cavabıdır. 12-yə baxırıq. Heç bir iqlim vilayətinə bölünməyən bu iqlim qurşağında yağıntıların çox hissəsi ilin isti dövründə düşür. Buxarlanma qabiliyyəti buxarlanmadan daha böyük olur. Yuxarıda xüsusiyyətləri verilmiş iqlim qurşağının yayıldığı ərazilər, Britaniya adasında müşahidə olunan yəni mülayim dəniz iqlimi yayıldığı ərazilərin ümumi cəhət və ya cəhətlərini müəyyən edin. Burada birinci deyir ki, heç bir iqlim vilayətinə bölünməyən. Bölünməyənlər ekvatorialdır, subekvatorialdır, arktikdir. Bunlar olar da məsələn subarktikdir, vilayətlərə bölünmür. İndi burada deyir ki, yağıntıların çox hissəsi ilin isti dövründə düşür, düzdürmü? İsti dövrdə düşürsə biz həmən ekvatorialı çıxarırıq, arktiki çıxarırıq. Elə subarktikdə yayda, amma subekvatorialda yayda. Amma burada deyir buxarlanma qabiliyyəti buxarlanmadan daha böyük olur deyirsə, təbii ki biz subekvatorialı götürməliyik. Artıq iqlimi tapdıq biz. Həmin bu subekvatorial iqlimlə mülayim dənizin ümumi cəhətlərini bizdən istəyir. Baxaq, bütün yarımkürələrdə rast gəlinir, həm subekvatorial, həm də ki mülayim dəniz. Aha, burada deyir gəlinmir. Amma biz bilirik ki, bütün yarımkürələrdə istər şimal, cənub, qərb, şərq yarımkürələrində həm mülayim dəniz, həm də subekvatorial iqlim qurşağını görmək olar. Bir yanlışdır, bizə də ümumi lazımdır. Havadan çökən yağıntı növləri üstünlük təşkil edir. Burada buluddan düşən yağıntı daha üstünlük təşkil edəcək. 2 də yanlışdır. 3 materikdə hər ikisinə də rast gəlinir. 3 materikdə hər ikisinə də rast gəlinir. Bəli, Şimali Amerikada, Avrasiyada və Cənubi Amerika materiklərində həm mülayim dəniz, həm də subekvatorial iqlim qurşağı var. İntensiv suvarma həyata keçirilir. Məsələn, mülayim dənizdə intensiv suvarma olmaz, axı il boyu yağıntılar bərabər şəkildədir. Yəni sabit rejimlidir. Ona görə də biz mülayim dənizə aid edə bilmərik. Burada gördüyünüz kimi yalnız 3-cü doğru olacaq, yəni ümumi olacaq bu iki iqlim qurşağına. 13-ə baxırıq. Məntəqədə 2021-ci il ərzində küləklər 26% şimal-qərb, 10% şimal, 22% cənub-şərq, 12% cənub istiqamətlərindən əsmişdir. Digər istiqamətlərdən küləyin əsmədiyi nəzərə alaraq məntəqədə bir il ərzində şəlaketin neçə sutqa davam etdiyini müəyyən edin. Bu verilən faizlərin hamısını toplayırıq, faizləri cəmləyirik. 10%, 26, 22, 12 toplayanda 70% alırıq. Bilirik ki 365 günə 100%dirsə, görəsən, amma bizə burada deyir ki, küləyin əsmədiyini, bu topladığımız 70% əsəcək. Əsmədiyi 30% olacaq. Görəsən 30% nə qədər olacaq? Biz buradan tapırıq 109,5, yəni B variantı. 14-ə baxırıq, cədvəl verib hansı şəhərlərə uyğundur? Yağıntıların hamısını toplayırsınız. Burada yağıntıları toplayanda 210 milli alacaqsınız. 210 milli yarım səhra iqliminə uyğundur. Digər variantlara baxsanız mülayim isti iqlimdə yerləşir, amma Bakı yarım səhradadır. 210 milli ona uyğun gələcək. Ona görə də Y variantı. 15-ə baxırıq, düzgün arıcılığın verildiyi sıranı müəyyən edin. Gəlin baxaq. 1. Tikanlı çay Küryan çayın qoludur. Kürə tökülür, Kürdə Xəzərə bu ardıcıllıq doğrudur. Kürmüş çay əyri çaya. Kürmüş çay elə qanığa tökülür də. Yəni əyri çaya yox. Ona görə 2 yanlışdır. Sonra Çigil. Çigil həkənin əlaqəsi yoxdur çünki Çigildir, Qozlu çaydır, bunlar Sumqayıt çayın qollarıdır. 3 də yanlış olacaq. Kiş çay, Şinkiş bilirik əyri çaya. Əyri çay qanığa, qanıq da kürə bu ifadə doğru olacaq. Həsən su Ağsapa xeyr. Həsən su bir dəfəlik kürə tökülür deyə yanlışdır. Hoca su Həkəri, bilirik ki Şəlvədir. Hoca su da Həkərinin qollarıdır. Həkəriyə tökülür, Həkəri də Araza, Zəngilan ərazisində, Arazda kürə. Bu sualın doğru Düzgün olan bəndi seçin. Azərbaycan Respublikasının sahəsi bir bölünsün 4 milyon miqyaslı xəritədə 246,5 paletka daması ilə təsvir edilir. Bilirik də dama görəndə biz tez olsun deyə 4-dən istifadə edirik. İndi ilk öncə Azərbaycan sahəsi 86.600-ü bölməliyik nəyə? Miqyasın kvadratına, yəni 40-ın kvadratına. Biz alırıq buradan 54,25. Əgər biz bu rəqəmi 4-ə vursaq, 246,5 alsaq, bu ifadə doğrudur. Amma biz 54,25-i 4-ə vuranda 216,5 alınır. 246,5 alınmaz. Deməli, bu ifadə yanlış olacaq. 2. Tropik işıqlanma qurşağında yerləşən mərcan mənşəli adaların ümumi sahəsi bu işıqlanma qurşağında yerləşən materik mənşəli adaların ümumi sahəsindən daha böyükdür. Tropik işıqlanma qurşağında, məsələn, Madaqaskardır, Böyük Son adaları, Kalimantan, yəni yerləşir də. Yəni, təbii ki, materik mənşəli adaların sahəsi daha çox olar. Mərcan mənşəli, yəni atollar sadəcə çox ola bilər, amma sahə baxımından təbii ki, materik mənşəli adaların sahəsi daha çoxdur. Ona görə 2 də yanlışdır. Sonra, okean sularının duzluğu və əhalinin hər 1000 nəfərə olan təbii artımı promil ilə hesablanır. Bu ifadə tamamilə doğrudur. Əsas iqlim qurşaqlarında yalnız buluddan çökən yağıntı növləri mövcuddur. İfadəsi yanlışdır. Əsas iqlim qurşağında şeh də ola bilər, qrov da ola bilər, duman da ola bilər. Yəni bu ifadəni biz yanlış götürəcəyik. Bizdən doğruları istədiyinə görə biz 1, 2, 4-ü çıxarıq. Daha sonra 5. Günəş ekvator xətti üzərində zenitdə olarkən günorta vaxtı eyni meridian çevrəsi üzərində yerləşən 30 şimal və cənub enliklərindəki relyef vahidinin səthinə günəş şüaları eyni bucaq altına düşməyə bilər.
Təbii ki, ekvatora nəzərən 30 şimal, 30 cənub. Əgər biri dağ olsa, biri düzənlik olsa, təbii ki, günəş şüaları eyni bucaq altında düşməyə bilər. Bu ifadə doğrudur. 6-ya baxırıq. Düşməsi daha kiçik olan çayın orta meyilli, düşməsi daha böyük olan çayın orta meyilliyindən böyük ola bilər. Məsələn, bir çay götürək, məsələn, dağ çayı. Bunun düşməsi 500-dür. 500 metrdir. Uzunluğu da 5 kilometrdir, düzdürmü? Meyillik bərabərdir. Biz 500-ü bölərik 5 kilometrə. Alarıq 100 metr bölünsün kilometrdir. Yəni nə deməkdir bu? Hər kilometrdə çay 100 metr aşağı enir. Yəni meyillidir. Düzdürmü? Demək düşməsi kiçikdir burada. Meyillik çox oldu. Daha sonra düzənlik bir çay götürək. Düşməsi olsun 2000. Böyük olsun da. Uzunluğu da 4000 olsun. Və biz n bərabərdir 2000 bölünsün 4000 yazsaq, alarıq 0,5. Yəni hər kilometrdə çay cəmi 50 sm aşağı enir. Yəni çox az meyillidir. Yəni düşməsi kiçik olan çay meyilliliyi çox ola bilər. Yəni burada nə deyir bizə? Burada deyir ki, düşməsi kiçik olan birinci A çayı dedim, A çayı. Yəni 500 metr olan düşməsi. Onun orta meyilliliyi düşməsi daha böyük olan, yəni bayaq dediyimiz B çayı, yəni düşməsi 2000 metr olan çayın meyillilikdən böyük ola bilər ifadəsi doğrudur. Yəni bunu rəqəm qoymaqla da tapa bilərik. Ona görə də 6 doğru cavabdır. Bu sualın doğru cavabları 3, 5 və 6-dır. Yəni Y variantı. 17-yə baxırıq. Doğru olmayan bəndi müəyyən edin. Günorta vaxtı kölgəsinin uzunluğu öz uzunluğuna bərabər olan şaqili bastırılmış dirəyin yerləşdiyi coğrafi enliklə günəşin zenitdə olduğu coğrafi enlik arasında dərəcə fərqi 40 dərəcədən böyükdür. Təbii ki, bilirik ki, öz uzunluğuna bərabər olma 45 dərəcədir. 90-dan 45 çıxanda 45 edir. Təbii ki, 45 böyükdür 40 dərəcədən. Ona görə biri biz doğru götürürük. Amma bizə doğru olmayan lazımdır. 2-yə baxırıq. Subtropik iqlim qurşağında savanna və seyrək meşələr təbii zonası rast gəlinmir. Xeyr, Avstraliyada subtropik iqlim qurşağında savanna var. Bu ifadə də yanlışdır. Yanlışdır daha doğrusu götürməli. Buradan belə dairəyə alaq ancaq yəni bizə lazım olanları. Yer kürəsinin orbit müstəvisinə meyillik bucağının artması ilə əlaqədar olaraq 50 dərəcəlik paralel üzərinə maksimum və minimum düşmə bucağı arasında fərq indikindən daha böyük olar. Bilirik ki, məsələn, meyillik bucağı 66,5-dir axı. Məsələn, böyük götürsək, 70 dərəcə götürsək, tropiklər 20 dərəcədən keçər. 20 dərəcə şimal, 20 dərəcə cənub toplasaq edəcək 40 dərəcə. Təbii ki, fərq indikindən böyük yox, kiçik olar, olmalıdır. 3 də yanlışdır. İnari gölü mülayim işıqlanma deyil, qütb işıqlanma qurşağında yerləşən Finlandiyanın gölüdür, yanlışdır. İsti okean cərəyanlarının keçdikləri ərazilərdə okean səthinin duzluğu artar və həmin ərazidə enən hava yox, qalxan hava olmalıdır. Bu da yanlışdır. Şimal yarımkürəsində yanvar izotermləri okeanlarda şimala, materiklərdə cənuba meyl edir. Yanvar izotermləri burada ümumiyyətlə qış vaxtı okean materikdən daha isti olduğuna görə materikdən okeana gedir. Yanvar ayında şimal yarımkürəsində qışdır. Bu zaman materiklər dənizlərə nisbətən kəskin soyuyur. Okeanlar isə istiliyi daha çox saxlayır. Və bu zaman həmin o izotermlər soyuq materik üzərindən keçərkən isti enliklərə doğru, yəni cənuba, nisbətən isti olan okean suları üzərində isə şimala doğru qatlanır. Yəni bu ifadə doğru olacaq. 2, 3, 4, 5 yanlışdır. Amma burada 2, 3, 5, B var yansıdır. Amma 4 də, yəni İnari gölü bilirik ki, sayma İnari gölləri Finlandiyadadır. Amma İnari gölü qütb işıqlanma qurşağında yerləşir. 18. Doğru olmayan fikirləri müəyyən edin. Yeni Zelandiyanın əhalisinin əsas hissəsi qərb sivilizasiyasına mənsubdur. Bu ifadə doğrudur. Taylandın sahillərini 2 okean suları yuyur. Doğrudur. Eswatini Svaziland tropik işıqlanma qurşağında deyil, mülayim işıqlanma qurşağında olacaq. İraq və Pakistan İslam dininə sitayiş edən ərəb ölkələrdir. İraq ərəb ölkəsidir, amma Pakistan ərəb ölkəsi deyil. Moqadişo şəhəri Bakı şəhərlə eyni yarımkürədə yerləşir. Somalidən söhbət gedir, bəli. Bu doğru olacaq, amma bizə doğru olmayan istədiyinə görə 3-4 sualın doğru cavabıdır A variantı. 19-a baxırıq. Azərbaycan ərazisində Böyük Qafqaz dağlarının şimal-şərq yamacından axan əsas çayları şimaldan cənuba doğru müvafiq ardıcıllıqla düzün, sıralayın. Təbii ki, Qusar çay, Qudyal çay, Qara çay, Vəlvələ çay, Girgir çay, Ata çay. Şimaldan cənuba ardıcıllıq bu formadadır. Bu çaylardan bayaq danışdıq ki, kanyonvari dərələr yaradan çaylardır və eroziya bahsi okean səviyyəsindən aşağıda olacaq. Çünki Xəzərə tökülür.
21. Xəritə sxemdə hansı çay sistemi təsvir olunmuşdur? Drava, Sava, Drina, Mureş, Tisa. Bu çaylar Dunay çayının qollarıdır. Dunay çayı bilirik ki 10 ölkədən və 4 paytaxt şəhərdən keçən çaydır. A variantı. 22. Respublikamızda heyvandarlığın əsas sahəsi taxılçılıq rayonlarına meyl edən maldarlıqdır. Bu ifadə doğrudur. Doğrudan doğru seçməliyik. Lerik və yardımlıda zebu və zebuya bənzər maldarlıq inkişaf etmişdir. Doğru. Qoyun və keçilərin baş sayına görə Abşeron xızı deyil də Qazaq tovuz fərqlənir. 3 yanlış olacaq. 4. Respublikamızda yunluq, ətlik, südlük qoyunçuluğu inkişaf etmişdir. Doğrudur. Amma bizə lazım deyil. Çünki yanlışdan yanlış seçməliyik. Respublikamızın ən böyük broiler quşçuluq kompleksləri taxılçılıq rayonlarına deyil də iri şəhərlərə meyl edəcək. Bu yanlış olacaq. Yəni 1, 2, 5 doğru cavabdır A variantı. 23. Arpaçay, Daşaltı və Zuvan yasalların hansı inzibati rayonda yerləşdiyini müvafiq olaraq müəyyən edin. Arpaçay Şərurdadır, Daşaltı Şuşadadır, Zuvan da bilirsiniz Lerikdə və yardımlı ərazisində yerləşəcək. Amma Ruvarod isə yalnız Lerikin ərazisində olacaq. Ona görə də burada Şərur, Şuşa, Lerik B variantı. Daha sonra 24. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Bir də yarım səhra, boz qonur, Kürarazda qışı soyuq keçən yarım səhra verib. Amma Kürarazda qışı mülayim keçən yarım səhra olmalı idi. Bir yanlışdır, bizə lazımdır. Dağ çöl Şabaldı, qışı quraq keçən mülayim istiqlim Şərur Ordubad. Şəhər Ordubadda qışı quraq keçən mülayim istiqlim deyil də qışı soyuq keçən yarım səhra olmalıdır. Ümumiyyətlə Naxçıvanda mülayim istiqlim yoxdur. 2-də yanlışdır. Meşə, çəmən, alüvyal çəmən qışı mülayim keçən yarım səhra Samur dəvəçi bu tamamilə doğrudur. Dağ çəmən landşaftında dağ çəmən torpaqları qışı quraq keçən soyuq iqlimdə Zaqatala Lahıcda, amma onu qeyd etmək lazımdır ki, Zaqatala Lahıcda qışı quraq keçən soyuq iqlim yoxdur. Bu olacaq Böyük Qafqaz vilayətində Şah dağının ərazisində. 4də yanlış olacaq. 1, 2, 4 yanlışdır. Dağ meşə landşaftında qonur dağ meşə, yanıtları bərabər paylanan mülayim istiqlimdə qonaq kənddə olacaq. Quba ərazisində, Qusar Mali düzənliyində 1, 2, 4, Y. 25-ə baxırıq. Filiz mənşəli faydalı qazıntıların yaratdığı fiziki coğrafi rayonları müəyyən edin. Qonaq kənddə məsələn filiz yoxdur. Ona görə biz ikiləri çıxarıq variantlardan. Daha sonra Zaqatala Lahıcda filiz var, polimetal filizi var. Ona görə biz biri olmayan variantları çıxırıq. Daha sonra Arazboyu, Şamaxı, Gəncə, Həkəri. Burada Həkəridə qızıl var, vejinəli yatağı, filizdir. Onu götürmək olar. Bir də Gəncə, ən böyük mis yatağı Gəncə fiziki coğrafi rayonundadır. Doğru cavab 1, 4, 6 olacaq. Sonra 26. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Ərəb dilli dövlət, monarxiya, unitar dövlət. Burada belə, yəni həm ərəb dilli, həm də monarxiya dövləti burada hansı ola bilər? Ərəbistan yarımadasında Birləşmiş Ərəb Əmirliyi ərəb dilli monarxiya dövlətidir. Daha sonra məsələn burada variantlarla gəlin tabaq. 1-ə 7 verib. Yəni 7 Malayziya. Malayziya ərəb dilli monarxiya. Bu yanlışdır. Ona görə biz A-nı götürməliyik. C-də 1-ə 5 verib. Məsələn Birləşmiş Ərəb Əmirliyi ərəb dilli monarxiya dövləti. Düzdürmü? Sonra 2-də 2 verib. Yəni unitardır Əlcəzair, həm də ərəb dilidir. Tamamilə doğrudur. Şimali Afrika ölkələri demişdik ki, unitar dövlətdir. Orada federativ yoxdur. 3-də yazıb ki, 3-ə də 6-nı verib. Yəni bura unitar monarxiya dövləti. Yəni Bruney. Bruney Kalimantan adasında monarxiyadır, həm də ki unitardır. Yəni federativ deyil. Federativ monarxiya Cənub-Şərqi Asiyada Malayziya olardı. Bruney isə unitardır. Sonra 4-də də yenə 3-ünə də aid olan Küveytdir. Həm unitardır, həm ərəb dillidir, həm də monarxiyadır. Monarxiyada konstitusiyalı monarxiya olacaq. Yəni bu sualın doğru cavabı C variantıdır. Yəni variantlarla da tapa bilərsiniz. Məsələn burada 1-ə 8 verib B variantında. 8 hansıdır? Tanzaniya. Tanzaniya ərəb dilli monarxiya. Monarxiya nə əlaqə? Yəni ona görə B olmaz. Yəni çıxmaqla tapa bilərsiniz burada. Məsələn Y variantında 1-ə məsələn Suriya verib. Suriya monarxiya deyil axı, ona görə yeni də çıxarır. Sonra 5 Birləşmiş Ərəb Əmirliyi uyğun gəlir. Yəni D, C. 1, 5 doğru gəlir. Amma burada 2-yə 4 verib. Yəni ərəb dilli unitar 4. 4 də burada Tacikistandır. Taciklər ərəb dilli verib özdə. Unitar olmağına unitardır, amma ərəb dilli deyil axı. Ona görə yanlışdır. 27. Diaqrama əsasən uyğunluğu müəyyən edin. Rəsmi dövlət dili
Hind-Avropa dil ailəsinə aiddir. Hind-Avropa dil ailəsi burada məsələn İran və İspaniya olar. Çünki İran dil qrupu, İspaniyada Roman dil qrupu. Hind-Avropa dil ailəsinə uyğundur hər ikisi. Yəni 2-yə 1 aid olacaq. Bunu buradan silək, bura yazaq 1. Məhəlli suların mövcud olduğu dəniz 3 qitənin sahillərini yuyur. Məhəlli yəni 3 qitənin sahillərini yuyan dəniz Aralıq dənizidir. Aralıq dənizə çıxışı olan İspaniya və Livanı götürmək olar burada. 4-ə də 2 uyğundur. Ərazisindən günorta vaxtı günəş şüalarının minimum düşmə bucağı 26,5 dərəcə olan paralel keçir. Yəni 26,5 minimum düşmə bucağı 40 dərəcə enliyə uyğundur ki, bu İspaniyaya, Türkmənistana uyğun gələr. 40 dərəcə paraleldə yerləşirlər. İspaniya, Türkmənistan, yəni 3-ə uyğun gəlir kəsişməsində, 3-ə də 3 uyğun gələr. Monarxiya idarə etmə quruluşuna malikdir. Monarxiya burada İspaniya və Oman olacaq. 1-ə də 4 uyğundur. Ərazisi 2 işıqlanma qurşağında yerləşir. Bu ifadə yalnız Omana aiddir deyə götürmürük. Sahillərini 2 okean suları yuyur. Bu da heç birinə aid deyil bu xüsusiyyət. Olmayacaq yəni. Gəlin uyğunlaşdıraq. 1-ə 4, 2-yə 1, 3-ə 3, 4-ə də 2. Y variantı. Canberra şəhəri üçün, Canberra şəhəri də yerləşir 35 dərəcə cənub enliyi, 149 dərəcə şərq uzunluğunda. Doğru bəndi seçin. Baxın, burada verib miqyası. Deyir ki, paytaxt olduğu ölkənin sahəsi 200 sm kvadratdır. Bu 150-nin kvadratını biz vurarıq 200-ə. Vuranda biz alırıq 4 milyondan çox. Düzdürmü? Amma Avstraliyanın əhalisi sahəsi daha doğrusu 7 milyondur axı. Ona görə bu yanlış olacaq. Çünki burada deyir ki, bu paytaxt Canberra Avstraliyanın paytaxtıdır. Deyir, aid olduğu ölkənin sahəsi 200 sm kvadratdır. Miqyası da vursaq 200-ə alırıq 4 milyon 500 min. Amma ölkənin sahəsi 7 milyondur axı. Ona görə uyğun gəlmir bir. A daha doğrusu. Odlu Torpaq adasında günəş şüalarının maksimum düşmə bucağı müşahidə edildiyi gün bu şəhərdə günorta vaxtı günəş şüalarının düşmə bucağı 78,5 dərəcə təşkil edir. 22 dekabrda günəş 23,5 cənub enində zenitdədir. Bu ərazi 35 dərəcə cənub enində yerləşir. 90 çıxılsın 35, çıxılsın 23,5, 78,5 alınacaq. Yəni B doğrudur. Daha sonra mülayim iqlim qurşağının dəniz vilayətinin enliyarpaqlı meşələr zonasında yerləşir. Canberra şəhəri mülayim iqlim qurşağında yerləşmir. Axı Avstraliyada Tasmaniya adasında mülayim dəniz iqlimi var, o da cənub hissəsində. Bu da yanlışdır. B variantı doğrudur, cavabı artıq bilirik. Yerləşdiyi qitənin ən böyük şəhəri və ən mühüm sənaye mərkəzidir. Canberra şəhəri paytaxt olsa da, amma ən mühüm şəhər Sidney şəhəridir. Ən böyük şəhərdir həmçinin. Dedə yanlışdır. 10-cu saat qurşağının orta meridianı ilə arasında olan ən qısa məsafə 71,7 kilometrdir. 150 demək 10-cu saat qurşağı olacaq. Biz 10-cu saat qurşağı olacaq 150 dərəcə şərq uzunluğu. Canberra şəhəri 149 dərəcə şərq uzunluğunda yerləşir. Arada 1 dərəcə var. Düzdürmü? 1 dərəcə. Və bundan əlavə olaraq burada 71,7 kilometr verib. Bu nədir? 50 dərəcə paralelin 1 dərəcəli qövsünün uzunluğudur. Amma burada isə 35 dərəcə cənub enliyi verib, 35 paralel verib. Ona görə bunu da yanlış götürərik. 29. Transsərhəd su ehtiyatlarından asılılığı daha yüksək olan ölkələr. Bu ölkələr Küveyt, Türkmənistan, Misir, Mərakeş, Nigeriya, Bangladeş, Niderland, Azərbaycandır. Sxemdə verilib. Yəni buradan biz, məsələn burada mən Norveçin adını çəkmədim, Filippinin adını çəkmədim. Daha sonra C uyğundur. Yəni Nigeriya, Misir, Bangladeş, Niderland C variantı sualın doğru cavabıdır. Böyük Britaniya olmaz, Rusiya olmaz. Cavab C. 30-a baxırıq. Üdemi həcminə əsasən tərtib olunmuş diaqramda rəqəmlə göstərilmiş ölkələrə uyğun gələn doğru fikirləri müəyyən edin. Burada üdemi həcminə görə ABŞ-la Çin görürsüz xüsusi ilə fərqlənib. Digər ölkələri də verib burada. Amma burada deyir qeyri daxil olmayan ölkələr, qeyri daxil olan ölkələrdir bu ölkələr, verilən ölkələr. Və qeyri daxil olan ölkələrdə burada həcmlər, yəni kvadrat nə qədər yəni iri həcmdə görünürsə, deməli üdemi həcminə əsasən, yəni üdemi daha çox düşür. Üdemi həcminə görə daha çox fərqlənən ölkələrdir daha doğrusu.
Və burada ABŞ, Çin xüsusilə fərqlənib. Demək, burada qeyri-milli daxil olmayan 3 dənə ölkə var. O hansı ölkələrdir? Bax, burada Səudiyyə Ərəbistanın adı yoxdur. Fransanın adı yoxdur, bir də Yaponiyanın adı yoxdur. Halbuki bu üçü də qeyri-milli üzvdür. Və bu 3 ölkədən ÜDM-yə görə fərqlənən ən çoxu burada bunların içərisində Yaponiyadır. 4,2 trilyon. Ona görə 1'in kvadratı daha böyükdür axı. Burada 2, burada da 3. Düzdürmü? Demək 1 Yaponiya olacaq. 2 Fransa olacaq. 3 trilyon olmalıdır. Bura Fransadır. Ən az bu 3 ölkənin içərisində Səudiyyə Ərəbistandır. Səudiyyə Ərəbistanda 3-ə aid olacaq. 1 Yaponiya, 2 Fransa, 3 Səudiyyə Ərəbistan. Gəlin oxuyaq. Büdcə gəlirlərinin 75% ixracın 90% neft. Təbii ki, neft deyərkən bu Ərəb ölkəsi olan necə deyirlər, Səudiyyə Ərəbistana uyğun gəlir. Yəni 3-ə uyğun gələcək. Daha sonra geotermal energetikanın inkişafı üçün əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Bu təbii ki Yaponiyaya aiddir. 1-ə B. Sonra dövlət dili Hind-Avropa ailəsinə daxil edilir. Bu uyğun gələcək Fransaya, Fransa Roman dil qrupuna aiddir. Hind-Avropa dil ailəsi. C. Respublika idarə etmə formasına malikdir. Təbii ki Fransa monarxiya deyil. Yaponiya monarxiyadır, Səudiyyə Ərəbistan monarxiyadır məsələn. Sonra Y. Fəaliyyətdə olan vulkanlar mövcuddur. Fujiama, Aso vulkanları Yaponiyada uyğun gələcək 1-ə də Y. 1 YB, 2 CD, 3 A. D variantı. Sonra 31. Respublikamızın ağır sənaye sahələrinin olduğu şəhərləri müəyyən edin. Təbii ki, ağır sənaye deyərkən kimya sənayesi ola bilər, metallurgiya ola bilər. Əsasən də Şirvan, Mingəçevir və Salyan şəhərləri xüsusilə də fərqlənir. Məsələn, B-də Ucar olmaz, C-də Saatlı olmaz, D-də Göyçay olmaz, Y-də məsələn Qax olmaz. Belə çıxırsınız, asanlıqla tapırsınız. 32. Doğru fikirləri müəyyən edin. Ölkə əhalisinin orta illik təbii artımı 1,3%-ə bərabərdirsə, bu ölkə təbii artımın ikinci tipinə aiddir. 1,3% nə deməkdir? Yəni elə 13 nəfər deməkdir də. 1,2 12 nəfər deməkdir. 12-yə qədər 1 deməkdir. Təbii artımın birinci tipi. Amma 13 deyirsə artıq bu ikinci tipidir və biz bunu təbii ki doğru götürməliyik. 1 doğrudur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində paleozoy yaşıl suxurları rast gəlinir. Xeyr, nə Qarabağda, nə də Şərqi Zəngəzurda paleozoy yoxdur. Paleozoy olacaq məsələn Naxçıvanda, Tovuzda var, yəni Qazax Tovuzda ola bilər. 2-ni biz yanlış götürəcəyik. Müəyyən bir əlavə və yeni məhsulun istehsalına başladıqdan sonra əldə edilən üstünlük son hədd fayda adlanar, alternativ dəyər adlanmaz. Yəni alternativ dəyərdə 2 yoldan birini seçirsiniz, daha uygunu olanı buna deyilir. 4-ə baxaq, bu da yanlışdır. Burada bizə doğrular lazımdır, 1-i götürürük hələ ki. Yer kürəsinin xəyali ox ətrafında fırlanma sürətinin azalması ilə troposfer qatılmağanlığının azalması arasında əlaqə tərs mütənasibdir. Xeyr, düz mütənasib olmalıdır. Tropik iqlim qurşağında savana və seyrək meşələr, həmçinin dəyişkən rütubətli meşələr təbii zonası mövcuddur. Bu ifadə tamamilə doğrudur. 1-5 sualın doğru cavabıdır D. 33. Gördüyünüz kimi Azov dənizi, Qara dəniz sizə bu hansı ərazini xatırladır? Təbii ki, bu yarımadadır, özü də Krım yarımadası. Xəritə sxemdə deyir ki, coğrafi obyektin dünyanın ən uzun boğazı ilə materikdən ayrılan coğrafi obyekt, yəni Madagaskar adası dünyanın ən uzun boğazı ilə Afrikadan ayrılır. Madagaskar adası ilə Krım yarımadasının oxşar xüsusiyyətlərini seçməliyik. Yalnız bir işıqlanma qurşağında yerləşirlər. Madagaskar cənub tropik xətti kəsdiyinə görə Madagaskar adası 2 işıqlanma qurşağında yerləşir. Bu ifadə yəni ortaq xüsusiyyət deyil. Sahillərini bir neçə dənizin suları yuyur. Madagaskar adası yalnız Hind okeandadır. Bu da aid olmayacaq. Aid olduğu ölkə inzibati ərazi quruluşuna görə unitardır. Bəli, Madagaskar unitardır. Krım da federativ deyil, unitar olacaq, yəni ortaq xüsusiyyət kimi götürmək olar. Ərazilərində cavan dağlar mövcuddur. Yəni bunu da Krım dağları üçün demək olar. Krım dağları Romankoş 1545 metr. Madagaskar üçün deyə bilmərik. Yalnız 3 Y variantı. Baxaq, miqyasları bərabər olan fiziki xəritələrin ölçüləri müxtəlifdirsə, kiçik ölçülü xəritə daha böyük ərazilər, kiçik ölçülü xəritədə daha böyük ərazilər təsvir edilmişdir. Miqyasları bərabər olan xəritələrin ölçüləri əgər müxtəlif olarsa, kiçik ölçülü xəritədə böyük ərazi deyil də kiçik ərazi olacaq. 1 yanlışdır.
Şaquli cismin kölgəsinin uzunluğu cismin öz uzunluğuna bərabər olan məntəqələr yalnız tropik və mülayim işıqlanma qurşağında yerləşir. Bir şey deyim ki, 21,5 68,5 aralığında qütb işıqlanma qurşağında da 45 dərəcə bucaqla düşə bilər. Yəni burada həm yalnız tropik və mülayim işıqlanma qurşağı ifadəsi yanlışdır. Daha sonra Missouri, İrtış, İli, Okavango, Angara çaylarının mənsəbləri dünya okeanı səviyyəsindən yuxarıda yerləşir. Demək 1 yanlış, 2 yanlış, 3-ə baxaq. Missouri Mississippi'nin qoludur, İrtış oba, İli Balxaş, Okavango bilirik Botsvanada daxili axarsız hövzə. Angara'da Yenisey çayına tökülür, Baykal gölündən başlayır. Üzərində də Bratsk su anbarı var və hər 5 çayın mənsəbi də dünya okeanı səviyyəsindən yuxarıda yerləşəcək. Qəbələ, Şəki, Tovuz, İnzibati rayonları 3 fiziki coğrafi rayonda yerləşir. Məsələn, burada yəni bu çaylar bir şey dedim ki, dünya okean səviyyəsində o zaman olardı ki, okeana tökülsəydi. Məsələn, Senegal çayı kimi, Narınc çayı kimi. Yəni bunlar qoldur. Hansı çayın qoludur, çaya tökülür və ya daxili axarsız hövzədir. Bu zaman onların mənsəbləri dünya okean səviyyəsindən yuxarıda olacaq. Daha sonra məsələn Qəbələ yerləşəcək həm Zaqatala Lahıcda, həm Qanın-Xeyri çayda, həm də Ceyrançöl Acınoğurda. Şəki də həmçinin. Tovuz düşür məsələn Qazax Qarabağa, Ceyrançölə, bir də Gəncə fiziki coğrafi rayonuna. O da 3 dənə fiziki coğrafi rayondur. 4 də doğru olacaq. Bütün istilik qurşaqlarının sərhədləri orta illik izoterimlərə görə müəyyən edilir. Bütün istilik qurşaqlarını orta deyə bilmərik. Tropik üçün bunu deyə bilərik, amma digər enliklərdə ən isti ayın temperaturu olacaq. 5 də yanlışdır. 3-4 sualın doğru cavabıdır. 35-ə baxırıq. Cədvələ əsasən Zaqatala rayonunda xas olan texniki bitkiçilik sahələrinin hansı sütunda qeyd olunduğunu müəyyən edin. Baxaq. Bir də pambıq, Zaqatala verib, sonra üzüm verib. Olmaz, bu yanlışdır. Daha sonra 2-də yenə də pambığı götürə bilmərik. Çay ola bilər məsələn. Üzümə görə çox da deyil. Yəni fərqlənmir. Üzümə görə Dağlıq Şirvandır, Gəncə Daşkəsəndir, Qazax Tovuzdur. Bu iqtisadi rayonlar fərqlənər əsasən. Sonra Günəbaxan ola bilər. Məsələn, burada Günəbaxan ola bilər. Zəfəran olmaz, Abşeron tərəfdir. Yəni bunu da çıxırıq. Bu ikinci sırada, birinci sırada yanlışdır. İndi 3-ə baxaq. 3-də yenə pambıq verib olmaz. Tütün ola bilər. Sonra çaya görə də fərqlənir, amma burada çay verməyib. Ona görə yanlışdır. Üzümü deyə bilmərik. 3 də yanlışdır. İndi 4-ə baxırıq. 4-də pambıq yoxdur. Aha, aşağı düşürük. Tütün var. Çay da var. Üzüm yoxdur. Şəkər çuğunduru yoxdur. Günəbaxan var. Zəfəran isə dedik ki, Abşeronda da ona görə olmaz. 5-ə baxırıq. Tütün olacaq. Çayçılıq. Sonra burada pambığı demədik, yəni olmaz. Üzüm olmaz, şəkər çuğunduru olmaz, amma Günəbaxana görə fərqlənir Zaqatala. Zəfəran yoxdur. Xınagülü və Qızılgül parfümeriya olacaq. Bir də biyanda olmaz. Yəni 5-ci sıra tamamilə doğrudur, C variantı. 36. Yerin öz xəyali oxu ətrafında fırlanma sürətinin dəyişməsi ilə əlaqədar olaraq yer kürəsi iki məntəqə arasındakı 58 dərəcəlik uzunluq fərqini 435 dəqiqəyə dönmüşdür. Bunu nəzərə alaraq tədqiqatçının 11-ci saat qurşağının orta meridianı ilə çevrəsinin 1/4 hissəsinin uzunluğu 3438 km olan paralelin kəsişmə nöqtəsindən qərb istiqamətində 630,3 km məsafə qət etdikdən sonra çatdığı coğrafi uzunluğu müəyyən edir. Burada 58 dərəcəyə 435 dəqiqədir. Düzdürmü? Siz 435-i 58-ə bölüb də 7,5 tapırsınız 1 dərəcədə. Normalda 4 dəqiqədir, amma burada 1 dərəcə 7,5 dəqiqə olacaq. Və 1 saata görəsə neçə dərəcədir? Onu tapmaq üçün də məsələn siz 60-a da bölə sonradan elə bil 7,5-i 60-a da bölüb tapmaq olur. Amma elə bir dəfəlik 58-ə 435-dirsə 60-a nə qədərdir? Yəni bunu da tapmaq olar, neçə dərəcədir? Tapırıq ki, 8 dərəcə. Burada da 11-ci saat qurşağının orta meridianını verib. Normalda biz orta meridianı tapanda 15-ə vururduq. Amma burada biz 8 dərəcə tapdıq. Yəni 1 saata yer 8 dərəcə dönür deyə bu məsələ üçün.
Ona görə biz 11-i 8-ə vurub 88 dərəcə şərq uzunluğunu tapmış oluruq. Daha sonra burada 3438 kilometr deyir 1/4 hissəsi. Biz tam çevrəni tapmaq üçün 3438-i 4-ə vururuq, tapırıq 13752. Düzdürmü? Bunu da 360-a bölək, alarıq biz 38,2. Bu da 70 dərəcə paralelin qiymətidir, amma bizə lazım deyil. Yəni 38,2-ni tapdıq. Daha sonra biz burada verib ki, qərb istiqamətində 630,3. 630,3. Bunu biz bölməliyik 38,2-yə. Görək neçə dərəcə eləyir. Yəni 88 dərəcə şərq uzunluğundan neçə qərbə getməliyik biz. Biz bu rəqəmi 38,2-yə bölsək 16,5 alırıq. Və 88 dərəcə şərq uzunluğu tapdıq axı. 16,5 qərbə gedəndə biz 71,5 şərq uzunluğunu tapmış oluruq B variantı. 37-yə baxırıq. Xəritə sxemdə hansı bir inzibati rayon daxilində 2 şəhər mövcuddur? 2 şəhər olar, məsəl üçün, burada Xudat şəhəri ola bilər, burada Liman, Göytəpə şəhərini deyə bilərik, burada Horadiz şəhərini deyə bilərik, Qovlar şəhərini deyə bilərik. Daha sonra Gəncə Daşkəsəndə deyə bilərik, məsələn, Dəli Məmmədli şəhəri var, Naftalan şəhəri var. Yəni bunları da baxsaq 1, 3, 4, sonra 10, bir də 14. B variantı. 38-ə baxırıq. Ölkə əhalisinin hər 1000 nəfərinə doğulanlar 22 nəfər, ölənlər 8 nəfərdir. Bir il içərisində bizdən ölənlərin ümumi sayının neçə nəfər olduğunu nəzərə alaraq ölkə əhalisinin ümumi sayını hesablayın. Burada doğulanlar 22-dir, ölənlər 8-dir, düzdürmü? Və ölənlərin sayı da 40 min verib burada. Ona görə də biz 1000-ə 8, 40 minə də x götürəcəyik. Bizim burada doğulanlarla işimiz yoxdur. Və buradan taparaq biz 50 milyon, yəni C variantı. 39-a baxırıq. Verilmiş türk xalqlarından türk dilli qrupunun Uyğur yarım qrupuna aid olanları müəyyən edin. Uyğurlara məsələn özbəklər, Tıva, Xaka, Şor, Qızıl bunlar aiddir. Barbara tatarları da aiddir həmçinin. Çulum tatarları da aiddir. Yəni Noqaylar olmaz. Sonra Kəraimlər olmaz. Başqırdlar olmaz. Bu da Bulqara aiddir. Yerdə qalır Xakaz, Şorlar, bir də Çulum tatarları. 3, 4, 5 Y variantı. Müəssisənin sutkalıq enerji sərfiyyatı verib, enerji sərfiyyatına istifadə olunacaq, yanacaq növlərinin çəkisinin artmasına görə. Yanacaq növlərinin çəkisinin 1,5, kömür 1, torf 0,5, quru odun 0,4, yanar şiz 0,3. Və burada çəkisinin artmasına görə deyirsə neft gələcək, sonra kömür, sonra torf, quru odun, yanar şiz. Yəni 5, 1, 3, 2 quru odun, 4 də yanar şiz. D variantı. Sınaq 9-un izahlarını verdik. Sınaq 9-un izahları bitdi. Növbəti sınaq 10 olacaq. Sağlaşıram sizlə. Bəyəndinizsə bəyənməyi, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Sağ olun.